Xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Ünvanlı sosial yardım alanlara vacib xəbər ödənişlərin vaxtı açıqlandı. Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan vətəndaşların diqqətinə mühüm məlumat çatdırılıb. Ünvanlı dövlət sosial yardımlarının bu ay, yəni avqust ayı üzrə ödənişlərinin avqustun 25-dən gec olmayaraq həyata keçirilməsi nəzərdə tutulub. Məlumat Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilib. Bu ödəniş sosial vəziyyəti və gəlirləri müəyyən edilmiş meyarlara uyğun olan ailələrə dövlət tərəfindən göstərilən sosial dəstəyin əsas istiqamətlərindən biridir. Yardımın məqsədi aztəminatlı ailələrin maddi vəziyyətinin müəyyən qədər yaxşılaşdırılmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə dəstək olmaqdır. Hazırda bir çox vətəndaşı maraqlandıran əsas məsələ məhz ödənişlərin hansı tarixdə hesablanacağı. Dövlət Sosial Müdafiə Fondunun açıqlamasına əsasən avqust ayı üzrə ünvanlı sosial yardımların ayın 25-dən gec olmayaraq ödənilməsi planlaşdırılır. Burada vacib məqam ondan ibarətdir ki, vətəndaşlar ödənişin konkret olaraq hansı gün hesablarına köçürüləcəyini öz bank hesablarını və istifadə etdikləri ödəniş vasitələrini yoxlamaqla izləyə bilərlər. Qeyd edək ki, avqust ayı üzrə digər sosial ödənişlər də artıq mərhələli şəkildə həyata keçirilib. Qeyd edək ki, avqust ayı üzrə digər sosial ödənişlər də artıq mərhələli şəkildə həyata keçirilib. Belə ki, avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan pensiyaçılara da avqust ayı üzrə pensiya ödənişləri həyata keçirilib. Daha sonra ölkənin digər bölgələrində yaşayan vətəndaşların avqust ayı üzrə pensiyalarının ödənilməsi təmin edilib. Bununla yanaşı güzəştli şərtlərlə təyin edilmiş pensiyalar da ödənilib. İndi isə növbə ünvanlı dövlət sosial yardımlarının ödənişlərinə çatır. Vətəndaşların diqqət etməli olduğu başqa bir məqamda oldu ki, sosial yardımın məbləği ailənin gəlirləri, ailə tərkibi və qanunvericiliklə müəyyən edilmiş digər meyarlar əsasında hesablanır. Buna görə də müxtəlif ailələrə ödənilən məbləğ eyni olmaya bilər. Əgər siz və ya ailə üzvləriniz ünvanlı dövlət sosial yardımı alırsınızsa, ödənişlərin hesabınıza köçürülməsi ilə bağlı məlumatları mütəmadi olaraq yoxlamağınız tövsiyə olunur. Bir daha qeyd edək, Dövlət Sosial Müdafiə Fondunun açıqlamasına görə avqust ayı üzrə ünvanlı dövlət sosial yardımlarının avqustun 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Bu məlumat xüsusilə sosial yardım alan ailələr üçün əhəmiyyətlidir. Çünki belə ödənişlər bir çox ailənin aylıq büdcəsində mühüm yer tutur və vətəndaşlar ödəniş tarixini əvvəlcədən bilməyə çalışırlar. Əgər ödənişlə bağlı əlavə rəsmi məlumat və ya dəyişiklik olarsa, bu barədə də vətəndaşlara məlumat veriləcək. Siz də sosial ödənişlər, pensiyalar, müayinətlər və Azərbaycanda baş verən ən son xəbərlərdən vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olmağı, videonu bəyənməyi və bildirişləri aktivləşdirməyi unutmayın. Xəbəri sosial yardım alan yaxınlarınızla da paylaşa bilərsiniz ki, onlar da ödəniş tarixindən xəbərdar olsunlar. Qeyd bu məlumat Dövlət Sosial Müdafiə Fondunun açıqlamasına əsaslanır. Ödənişlərin dəqiq hesabınıza daxil olma vaxtı bank və ödəniş prosesindən asılı olaraq fərqlənə bilər. Mövzu ilə bağlı yeni rəsmi məlumat yayımlandıqda sizə çatdıracağıq. Kanalımıza abunə olun, ən vacib sosial və gündəlik xəbərlərdən ilk siz xəbərdar olun.